Herkese salam dostlar. Sizi SNR stratejiyasının HNS dərsindən salamlayıram. Bu dərsimizin adı HNS'dir. HNS nə deməkdir? Ekranda da gördüyünüz kimi artıq qeyd eləmişəm. HNS Head and Shoulders deməkdir. Yəni baş və çiyinlər. Baş və çiyinlərin qrafikə nə dəxli var deyə soruşursunuzsa, yanılırsınız. Çünki qrafikdə bir çox treyderlər demək olar Head and Shoulders paternlərlə işləyirlər. Head and Shoulders patern əsasən reversal bir şeydir. Yəni qiymət əgər qalxırsa, o və Head and Shoulders yaranırsa, bu qiymətin geri qayıdacağına bir işarədir. Məsələn, reversal nə deməkdir ümumiyyətlə? Gəlin bu reversalda öz lüğətimizə əlavə eləyək. Reversal geri çəkilmə deməkdir. Bu reversal sözünü necə ilə yadımızdan çıxartmayaq, sizə onu deyim. Kimlər ingiliscə bilmirsə, reversal geri çəkilmə deməkdir. Əgər bu sözü yadda saxlaya bilmirsinizsə, maşının skorusunu fikirləşin. Maşının skorusunda hansı ki var ya, P, R, N, D. Oradakı o R var ya, zadni. O reverse deməkdir, yəni dala qayıtmaq. Bax, həmən o reversalda budur, yəni geri çəkilmə. Başa düşdünüz? Bu reversal həmən oradakı o hərfdir. Oradakı hərflər boşuna deyil, hər biri bir sözün baş hərfidir. Məsələn, burada indi R isə necə ki deyirəm, zadnidir, reversaldır. Bax, həmən reversalda bu reversaldır, geri çəkilmə deməkdir. İndi isə bu sözü beynimizə həkk elədiksə, biz bilirik ki artıq HNS bərabərdir reversala. Əgər HNS reversala bərabərdirsə, deməli HNS pattern bizə seldən xəbər verir. Bərabərdir sel, okey. HNS seldən xəbər verir. Bəs yaxşı, şəkil olaraq onu necə bilə bilərik ki, burada çiyin və baş var. Məsələn, qiymət əgər qalxan trenddədirsə və biz burada nə gözləyirik? Reverse, yəni geri çəkilmə. Baxın, burada bir dənə geri çəkilmə olur. Ondan sonra qiymət gəlir, buradakı bu dirənici qırır. Qalxır, bir dənə təpə yaradır. Ondan sonra düşür. Buradan da digər gəlir yenə. Həmən baxın, bu dirəncdir də. Buradan da dirəncdən yenə də düşüş eləyir. Burada nə baş verir? Gəlin bura hərflərlə yazaq. Burada shoulders əmələ gəldi. Shoulders nə idi? Çiyinlər. Baş nə idi? Head. Baxın, burada da head yarandı. Yəni head. Bu isə bundan da bir dənə klon eləyək. Baxın, gördüyünüz kimi. Shoulders, shoulders, head. Yəni çiyin, baş, çiyin. Bəs yaxşı, tutaq ki belə bir qrafikdə belə bir patern gördük. Bəs biz bundan nə cür istifadə edəcəyik? Onların hər birini sizə istifadə edəcəm. Sadəcə birinci, gəlin hər şey birinci başa düşək. Burada əgər siz head and shoulders'ləri başa düşmürsünüzsə, o zaman bura hərfləri baş və çiyin olaraq da yaza bilərsiniz. Məsələn, bura H əvəzinə baş, S əvəzinə isə çiyin yaza bilərsiniz. Belə ilə nə olur? Çiyin, baş, çiyin. Yəni qiymətin çiyini burasıdır, başı burasıdır, bu da digər çiyinidir. Sol çiyin, sağ çiyin və baş. Belə. Mən qaytardım əvvəlki vəziyyətinə. Mənim üçün belə daha rahatdır. Mən sizə indi izah edəcəm ki, bunu necə istifadə etmək olar. Əgər biz gördüyümüz bir formada qrafikdə bir şey yaranıbsa, məsələn, qalxıb, sonra düşüb, sonra həmən bu dirənci qırıb, sonra fikirləşmişsiniz ki, bura RBS-dir, gələcək buradan qalxacaq, amma qalxmayıb buradan, təzədən düşüb. Sonra düşəndən sonra qalxır, həmən dirəncdən düşürsə, o zaman burada nə RBS var, nə CBR var. Burada sadəcə HNS var, yəni Head and Shoulders. Bəs yaxşı, bunu nə cür istifadə eləməliyik? Bunu da bu cür istifadə edirik. Məsələn, gəlirik bura. Buradan baxın, bu bunun boğazı sayılır. Bu çiyinləridirsə, bu başıdırsa, bu da bunun boğazı sayılır. Onun boğazına bir dənə xətt çəkirik bu şəkildə və gözləyirik ki, sağ çiynindən olan düşüş gəlib burada qırılma versin. Hansı ki, görürsünüz, gəlib baxın, burada xətti kəsib. Baxın, burada bu xətti kəsib. İndi bəs yaxşı, burada nə gözləyəcəyik? Biz buradan retest gözləyəcəyik. Retest gələcək buralara dəyib və buradan bərk düşüş eləyəcək. Bəs yaxşı, deyək ki, burada qırılma baş verdi və biz də retestdən giriş eləyirik və lap elə qırılan kimi girdik. Bizim tepemiz haradır, stop lossumuz haradır? Mənim oxuduğum kitablara, aldığım mənbələrə görə burada sizin stop lossunuz, əgər siz buralardan giriş eləyirsinizsə, baxın, buralardan giriş eləyirsinizsə, bu fərq eləmir. Qırılımdan sonra olsun, ya retestdən sonra olsun. O zaman sizin stop lossunuz bunun sağ çiynində. Düz sağ çiyninin başına qoyursunuz stop lossunuzu. Bəs yaxşı, take profit nə qədər olmalıdır? Take profit isə burada bunun boğazından sol çiyninə qədər olan məsafə nə qədərdirsə, burada qırılımdan da aşağıya qədər o qədər eyni məsafədə olacaq. Məsələn, deyək ki, burada 224-də girmişik,
356-ya qədər qalxıb. Əlbəttə ki, bu şəkili elə belə çəkmişəm, yəni o qədər qalxışmaz. Yəni o qədər nə qədər qalxıbsa, gəlin burada şey götürün. Nədir onun adı? Xəttkeşi. Xəttkeşlə çəkin. Baxaq görək nə qədər eləyir xəttkeşlə çəkəndə. Burada görürsünüz yazıb $126. Deməli, buradan da qırılanda təpəmiz bizim $126 bərabər olacaq. Yəni 225 hardadsa bir saniyə bizim girişimiz də buradan olacaq. Deməli, bir yaxına qədər idi 226 idi da səhv eləmirəmsə. Deməli 128 idi, yox 128 isə o zaman burada da baxırsınız 128 haradsa sizin təpənizdə ora olacaq. Okey, baxın bura qədər. Belə. Bu qədər asan qaydadır, yəni sadədir. Sağ çiyin, baxın bu dediklərimi hər birini dəftərə qayda olaraq yazın. Əgər HNS varsa, stop loss giriş, yəni olan breakout hardadsa, bu breakout hardadsa, onun üstündəki çiyin var, sağ çiyin. Onun təpəsində olacaq stop loss'unuz. Bəzi adamlar fikirləşir ki, bəlkə mənim stopumu götürər düşər, ona görə götürüb headə qoyurlar. O da normaldır. Prosta biraz riski artırır, amma o daha güvənlidir. Amma qaydaya görə sağ çiyinin üzərində olmalıdır. Take profit isə burada bu qırılım harda baş verirsə, bunun boğazında harda qırılırsa, baxın take profitdə necə ki buradan ora qədər nə qədər məsafə varsa, o qırılımdan da aşağıya qədər o qədər məsafəyə take profit qoya bilərsiniz. Burada baş verə biləcək 2 dənə giriş var. Bir giriş riskli girişdir, ikinci giriş isə risksiz girişdir. İndi mən sizə burada birinci rəqəmli bunları da rəqəmləyək. Rəqəmləmək əvəzinə, yəni gəlin bu şeyləri hərfləri çıxardıram ki, bildiniz də məsələn bu S çiyindir. Ondan sonra head başdır. Şimdi artıq bunları bilirsiniz. Öz dəftərinizdə də inşallah ki qeyd eləmisiniz və qeyd eləmisinizsə də ki, bilirsiniz ki, məsələn, çiyin budur, baş budur, çiyin də budur. Всё. İndi mən sizə burada hərfləyəcəm ki, hansı hərf nədir. Və siz də o həmin hərflərə uyğun həmişə girişlərdə də tap eləyə bilərsiniz. Məsələn, bura A-dır. Çünki məsələ buradan başlayır. Yəni qalxan trenddə geri dönüş olursa, sol çiyin yaranırsa, bura olur A. Bura B-dir. B nöqtəsi. Nəyə görə? Çünki gəlir bu buradan dəstək yaradır, qalxmağa başlayır. Sonra bura olur C. Bura olur C. Çünki bu gəlir burada çiyini qırandan sonra yuxarıda bir təpə yaradır. Həmin bu təpə C nöqtəsidir. Və ondan sonra düşür aşağıya A, B, C. Burada ikinci dəfə dəstək yaradırsa, bu da olur D nöqtəsi. Okey. Bunları adlandırıram ki, hər birinin indi hərfinə uyğun sizə yönləndirmə eləyim ki, nədən sonra nə eləməlisiniz. A, B, C, D. Bəs yaxşı, ikinci sağ çiyin nə olur? E olur onda da. A, B, C, D, Y. Bəs yaxşı, burada qırılım nə olur? Qırılım isə olur A, B, C, D, Y, F, C. Birinci burada F olur, yox. F olur. Deməli, burada indi F nədir? F burada breakoutdur. Okay. Bax, mən burada bir-bir indi hamısını yazacağım. Breakout. Hansı ki, çox önəmli olan nöqtə budur. Bu breakout nöqtəsi çox vacib nöqtədir. F sizin üçün ən önəmli nöqtə sayılır. Çünki burada artıq siz əmin olursunuz ki, bu həqiqətən də HNS-dir və HNS olduğuna görə də F nöqtəsi bunu qırır və bizə buradan giriş verir. F nöqtəsi bizə buradan giriş verir. Biz istəsək əgər buradan short aça bilirik. Stop loss'umuzu qoyuruq sol çiyinə, yəni Y-yə. Take profitimizi də qoyuruq aşağıya. Hansı ki, buradan B ilə A-nın arasında olan məsafə nə qədərdirsə, B ilə A-nın arasında olan məsafə nə qədərdirsə, o zaman bu boğazla, yəni bu D-dir, B-dir, bunlar hardadırlarsa da, bu boğaz hardadırsa, orayla da take profit'in məsafəsi eyni ola bilər. Başa düşdünüz? Yəni ora qədər düşəcək. Bu qədər sadədir. Mən burada sadəcə biraz çiyin başı biraz uzun çəkmiş ola bilərəm. Stop loss ona görə biraz çox ola bilər. Amma indi gedişatda qrafikdə görəcəksiniz ki, stop lossumuz az yerdədir, amma take profitimiz daha uzun olacaq. Və burada bir dənə də G hərfi var. A, B, C, D, Y, F var. A, B, C, D, E, F. Hə, F-dən sonra G-dir. Sonra G hərfi var. Bu G hərfi isə
Məsələn, F girişi biraz riskli, breakout girişi əgər biraz risklidirsə, o zaman siz və ya qaçırtmısınızsa, o zaman siz C hərfindən girə bilərsiniz. C hərfi nədir? Retest. Baxın, bura isə olacaq sizin üçün. Bura isə olacaq sizin üçün C hərfləri əlavə eləyək. Burada da bir dənə C hərfi var. C hərfi bərabərdir retest. İndi siz burada F breakout-u, F breakout-u görüb F-dən də girə bilərsiniz, amma biraz riskli olacaq. Ya da ki, C-dən girə bilərsiniz, retestini gözləyib retestdən girə bilərsiniz. Ola bilər ki, F breakout o qədər uzun oldu ki, düşdü buralara qədər. Nə vaxtsa qayıdacaqdı, amma nə vaxtsa bu boğaza qaydanda bu C hərfində olduğu kimi retest sayılırsa, siz oradan yenə giriş eləyə bilərsiniz. Əgər bunları artıq bildinizsə, gəlin qrafikdə keçək, həmən bu dediklərimi axtarıb tapmaq. Amma burada gördüklərinizi dəftərə yazmağı unutmayın. Çünki buradakı hər bir detal sizin üçün çox önəmlidir. Əgər buradakı hərflərdəki addımlarda nəsə səhv olsa, o zaman əməliyyatınız uğurlu olmaya bilər. Odur ki, bütün hərfləri yazın, düzgün qaydada da öyrənin. İndi isə gəlin işin ən maraqlı və ən də çətin yerinə gələk. Qrafikdə H-nis tapma zamanıdır. Bu yazdıqlarımı artıq təmizləyirəm və biz keçirik H-nis tapmağa. Çünki replay eləyəcəm, biraz geri gedəcəyik. H-nisi mən sizə hardasa indi 5 dəqiqəliklərdə də tapa bilərəm, 15 dəqiqəliklərdə də. Amma yadınızda saxlayın, time frame-lərdə H-nis nə qədər yüksək time frame-də olsa, bir o qədər çox pips qazanc verər. İndi isə mən sizə 5 dəqiqəlikdə sadəcə göstərmək istəyirəm ki, nə cür olur. Baxın, burada bir dənəsi görünür. Məsələn, bunu çəkirəm. Baxın, görürsünüz burada nə baş verib? Gördüyünüz kimi trend qalxıb, qalxandan sonra geri çəkilib. Geri çəkiləndən sonra təzədən burada bu sol çin yaradıb da burada. Sol çin yaradıb, sonra qalxıb burada təpə yaradıb. Təpə yaradandan sonra düşüb, sonra gəlib yenə sağ çin yaradıb. Sağ çin yaradandan sonra da düşüb. İndi isə bunu indi davam elətdirirəm. İndi burada ola bilər ki, bax bu dəstək ola bilər ki, bundan biraz hündürdə olsun. O zaman nə edirik? Buradan məsələn gəlirik, bunun təsdiqini nə cür almaq olar? Gəlirik buradan trend line-ı götürürük. Məsələn buradan trend line çəkirik belə bu qaydada. Əgər bu trend line gəlib buradan qırılarsa, o zaman qiymət üz aşağı tərəf gedər. Məsələn buraxırıq burada qədər. Gördüyünüz kimi, baxın, bu bunun həm də boğazıdır. Yəni, o çin hansı ki nöqtəsi var idi. Həm də ki, buradan da horizontal line'ımız var. Bu buradan qırıldısa əgər, baxın, görürsünüz, indi bu şamı bir dənə geri çəkeyim. Gördüyünüz kimi, HNS-də, yəni çin, təpə çində trend qırılır deyə, boğaz da qırılır deyə, baxın, bura ucu breakout sayılır. Siz buradan artıq sell eləyə bilərsiniz. Amma biraz riskli olar əgər retestini gözləməsəz. Biz indi burada hardan giriş elədik? Biz burada F-dən giriş elədik. Hansı ki breakout-dan. Stop loss'umuz olacaq harda? Sağ çiyində. Take profitimiz də olur harda? İndi ölçürük onda. Məsələn, gəlirik bura. Bu boğazdan sol çiyinə qədər baxırıq. 34 dollar düşüş olur. Take profit isə indi 5131-dirsə, buradan aşağıda 34-ə qoyuruq. Take profitimizi də çəkirik bura qədər. Baxın belə. İndi burada breakout buradan baş verib deyə boğazda. Boğaz hardandısa oradan 34 dollar aşağıya göstəririk. 34 dollar harca gəlir düşür təxminən bura. İndi bayaq sizə göstərdiyim kimi bir F-dən giriş var. Bir də düşəndən sonra retest eləsə retestdən girişimiz var. Biz indi nə edirik? Biz buradan əgər giriş eləyiriksə, risk eləyiriksə o zaman biz burada tepemiz bəlli, stop lossumuz bəlli. Biz əgər burada giriş eləyiriksə, burada bizə bir qazanc verəcək. Ondan sonra retestdə isə bir də yoxlamaq olar. Baxın, indi buraxıram. Gördüyünüz kimi, baxın, tepəni verdi. Bu birinci tepe idi. İndi isə gəlir həmən o F nöqtəsi. C nöqtəsi. Bayaq F gəldi, profit verdi. İndi isə C gəlir. Əgər bu C nə idi? Retest idi. C gəlir buradan, retest eləyir. Həmən imenlə həmən o nöqtəni. Gördünüz, bax, imenlə həmən nöqtəni retest eləyir. Sonra buraxırıq, yenə düşür, tepəni görür. Gördüyünüz kimi. Baxın, bu qədər asan və sadədir. Sadəcə və sadəcə qrafikdə düzgün o dediyim qaydaya əməl eləsəniz,
Bu cür bu qaydada setuplar taparaq profit əldə edə bilərsiniz. Bu 5 dəqiqəlik time frame idi. Siz böyük time frame'lərdə də lap böyük balıqlar tuta bilərsiniz. Məsələn, qrafikin hardan qayıdacağını buradan bilmək olar. İndi mən sizə bir dənə bunu bildinizsə indi mən sizə tamamilə bilən başqa şey izah eləmək istəyirəm. Baxın, böyük time frame'lərdə ola bilər ki, bunlar kimi görənməzsizlər. Məsələn, belə gəlsin, oynasın. Nətər gözlüyünü göstərim də sizə. Ola bilər böyük time frame'lərdə məsələn görməzsizlər belə gəlsin, oynasın, sonra getsin yuxarı, təzən belə qalxsın, sonra düşsün, gəlsin belə. Böyük time frame'lərdə bu şam kimi olur. Zaten bir şam bütün bu hadisəni göstərir də. Məsələn, bu qırmızı şamdır. Deyək ki, 4 saatlıqda. Gözlüyün keçək 4 saatlığa. Baxın. Gəlin bunu təmizləyək, bir dənə başdan çəkim. Baxın, deyək ki, bu bir dənə 4 saatlıqda qırmızı şamdır, okey. Bunun içində qızardaq, belə. Ondan sonra nə baş verir? Buradan bir dənə də yaşıl rəngdə şam çıxır. Ondan sonraki şam isə gəlir, yaşıl şam. Gəlir, bu qırmızını üstələyir. Baxın bu şəkildə. Bax, bu da yaşıl şamdır. Amma ondan sonraki şam gəlir. Baxın, bu vəziyyətdə bağlayır. Yəni, bunun üstündə 4 saatlıq deyək ki də. Məsələn, o birisi şam gəlir, baxın, bunun altında, bunu da qızardaq. Baxın, bu şəkildə bağlayır. Burada nə baş verdi indi? Burada nə oldu? Baxın, həmən o çiyin budur. Shoulders. Həmən o baş budur, head. Həmən o sağ çiyin, həmən o sağ çiyin də budur. Bu da shoulders. Sol çiyin, təpə, sağ çiyin, okey. Burada nə baş verdi? Burada indi biz nə gözləyəcəyik? Həmən o qaydaya uyğun gözləməliyik ki, bunun altına bir dənə boğaz çəkirik, dəstək xəttini çəkirik. Əgər bunun bu sağ çiyini gəlir axırda ayağı buranı qırırsa, deməli biz buradan sel girə bilərik aşağıya. Ondan sonra gələrsə, bura retest olarsa təzədən bir də nə vaxtsa, təzədən yenə retestdə yenə sel girə bilərik ya buradan. Böyük time frame'lərdə daha böyük pipslər qazanmaq olar. İndi sizə həmən o şeyləri göstərəcəm burada. Gəlin baxaq görək elə bir hadisə burada harda baş verib. Məsələn, deyək ki, görək ki, məsələn, sol çiyin var, sonra sağ çiyin, sonra təpə yaranıb, sonra da sağ çiyin olub və qiymət düşüş başlayıb. Məsələn, baxın burada görün nə baş verib. Bax, məsələn, burada gördüyünüz kimi, bax, sol çiyin yaranıb, sonra burada təpə yaranıb, sonra burada da sağ çiyin yaranıb. Və bunların boğazları hardadır? Bunların boğazları həmən bu çiyinlərin dəstəyindədir. Baxın, bu əsas dəstək buradır. Əgər bura qırılarsa, daha da düşməyə davam edir. Deməli, baxın, burada indi göstərirəm. İndi şəkil olaraq da sizə çəkim göstərim, baxın. Baxın, görürsünüz, bax, buradan qalxıb, deyək, düşüb, dəstəyi yaradıb, qalxıb burada təpəni yaradıb, təpədən sonra gəlib yenə həmən o dəstəkdən qayıdıb, gedib sağ çiyin yaradıb, sağ çiyindən sonra gəlib aşağıya, baxın bura. Hoppa, burada artıq qırılımını verib. Buradakı qırılımı da hardadır? Qiymət deməli 5121-də. Bunun indi biz buradan əgər giriş eləyəsi olsaq, biz burada nə edirik? Short position açırıq. Short position bizdə burada başlayırıq buradan. Əgər biz breakoutdan birbaşa girəsi olsaq. Stop lossumuz olacaq burada. Yenə gəlirik, bir dənə ölçürük bunu. Baxın, bunu buradan ölçürük. 67 dollar sağ çiyinlə boğazın arasında fərq var. Bu o deməkdir ki, biz tepemizi də 67 dollar arasında qoya bilərik. Çünki burada sol çiyinlə sağ çiyin bir-birinə bərabərdir. Əgər bu çiyin nə qədər olur olsun, sol çiyinin təpəsi kimi götürürük. Stop lossumuzu isə sağ çiyinin təpəsi kimi götürürük. Sol çiyin təpə, sağ çiyin stop loss. Okay? İndi biz sol çiyindəki təpəmizi deməli 67 dollar da düzdür. Gəlin indi burada bir dənə də xətt keçlə çəkək görək 67 dollar aşağı hara qədər düşür. 67 bura qədər. Həmən bu dəstəyə qədər düşür. Hansı ki bura. Gördünüz qırılım eləyən kimi buradan başlayır da. Qırılım eləyən kimi düz 67 dollar düşüb bura qədər. Görürsünüz. İndi bu nədir? Gəlir burada retest eləyir. Həmən o şeyi. Həmən bu ucu F nöqtəsidir. Əgər F nöqtəsi ucu bayaqki breakout olan idi, birbaşa bu indi gəlir retest eləyir, indi C nöqtəsi kimi retest verir. Baxaq görə yenə ikinci dəfə yenə gedib
tepe olacaqmı? Hoppa. Vaxtımız qurtardı. Yəni hal-hazırdakı vəziyyət budur. Bu dəqiqə düşüb bura qədər. Yəni ki, bu ola bilər ki, indi hal-hazırda bu düşüşün səbəbi budur. İndi son zamanlarda deyirdiniz, bazar niyə düşür? Son 2-3 gündür soruşurdunuz ki, bazarın düşmə səbəbi nədir? Bazarın düşmə səbəbi dostlar, baxın, həmən bu HNS-dir. Həmən bu şey, Çin təpə. İndi gözlənilir ki, bu gəlib ikinci dəfə burada retest edəndən sonra düşüb də yenə. Bu ola bilər ki, gəlib yenə 52-yə qədər yenə gəlsin. Çünki tepesi oradır. İndi onu da qırmasa, inşallah ki, təzədən qayıdar, davam edər. Bu qədər sadədir dostlar, bu qədər sadədir, asandır. Sadəcə qrafikdə bu dediklərimi bir neçə dəfə backtestlər eləyərək qrafik tam rahatlıqla görə bilərsiniz. Həmən onları da görsəniz, belə rahatlıqla setuplar tapıb qrafikin hansı tərəfə gedəcəyini bilə biləcəksiniz. Dostlar, həmən bu HNS-in bir dənə də tərsi inversion HNS var. İndi sizə o inversal head and shoulders-də çəkəcəm. Bayaq necə ki, iki qırmızının arasında bir yaşıl idi. İndi isə iki yaşılın arasında bir qırmızı olacaq. Necə ki, indi bir dənə sizə şəklində çəkim göstərim, baxın. Bax, məsələn, deyək ki, bayaq belə idisə head and shoulders. Bayaq belə idisə, indi bunun tərsidir. Baxın, bu qaydada. Bu isə inverse head and shoulders-dir. Yəni inversion head and shoulders-dir. Bəs yaxşı, çevirirsiniz. Həmən bu patterndə görsəniz, bu isə baya bərabərdir. Yəni bayaqçı seldən xəbər verirdisə, bu isə baydan xəbər verir. Okay? Çünki bu bayaqçı HNS-in tərsi inverse head and shoulders-dir. Burada da shoulderslər buradadır. Başı isə buradadır. Bəs yaxşı, şamlarda necə tapa bilərik bunu? Şamlarda da bayaqçı qayda ilə. Əgər bayaq nətər idi? 2 qırmızı, ortasında bir yaşıl idisə məsələn, o zaman o head and shoulders idi. Amma indi isə 2 yaşıl, ortasında qırmızıdırsa, o zaman inverse head and shoulders sayılır. İndi isə gəlin sizə həmən o şamı da göstərim. Məsələn, bu yaşıl şam olacaq. Belə bu qaydada. Ondan sonra bu qırmızı şam olacaq. Bunu buradan qızardaq. Bu isə yaşıl şam olacaq. Burada nə oldu? Burada nə baş verdi? Gəldi, sol çiyin yaratdı, düşdü dəstək yaratdı, sonra gəldi təpə yaratdı, sonra gəldi həmən dəstəkdən qayıtdı, yenə bir dənə çiyin yaratdı və indi isə vəziyyət belədir. İndi buradan bu qırılım olarsa nə olar? Qiymət uçar. Baxın bu şəkildə. Head and shoulders qalxan trendin geri dönüşüdür. Inverse head and shoulders isə düşən trendin qalxış trendi sayılır. Məsələn, siz onu həmişə ən aşağı dəstək haradsa, inverse head and shoulders oradan gözləyə bilərsiniz, yəni supportdan. Head and shoulders isə direncdən gözləyə bilərsiniz. İndi isə sizə böyük time frame-də göstərəcəm. İndi ola bilər ki, bayaq göstərdiyim kimi məsələn, yəni şərt o deyil ki, 2 qırmızının iki yaşılın ortasında bir qırmızı olmalıdır. Bunun fərqi yoxdur. Zaten bu balaca time frame-lərdə olan bir şeyin tarixçəsidir də. Böyük time frame-də elə bil ki, geniş miqyaslı göstərirlər. Baxın burada gördüyünüz kimi baxın gəlib bu şamı görürsüz. Gəlib burada sol çiyin yaradıb, sonra düşüb dəstək yaradıb. Sonra gəlib təpə yaradıb, təpədən sonra yenə dəstəkdən qayıdıb, sonra yenə çiyin yaradıb, sağ çiyin və oradan da gəlib belə bir vəziyyət yaradıb. İndi sizə onu bunun üstündə düzəl qoyacağam. Baxın. Bu gəlib buradan və bu buradan gələndir. Bu gəlib burada sol çiyini yaradıb. Sonra düşüb aşağı. Burada dəstək yaradıb. Baxın, burada dəstək yaradıb. Burada gəlib burada təpə yaradıb. O təpəni yaradandan sonra gəlib bu buradan yenə dəstəyini eləyib. Sonra gəlib burada sağ çiyin yaradıb. Bunu siz biraz şey deyim, qalınlaşdırım. Bu şəkildə biraz belə görünür. Sizə prosta izah eləmək üçün. Baxın, sol çiyin, təpə, sağ çiyin. Bəs indi yaxşı, burada bizim girişimiz hardan olacaqdı? Bizim girişimiz həmən buradakı bunun dəstəyindən olacaqdı. Baxın, bu dəstəyi haradsa, bunun boğazı haradsa, ora sayılır.
Gördüyünüz kimi gəlib burada nə baş verib? Baxın burada breakout yaradıb. Baxın burada breakout yaradıb. Ya burada yaratmayıb yox. O breakout'u bu şam yaradıb. Və siz elə bil ki buradan girməliydiniz. Və buradan nə yaradırıq? Buy yaradırıq. Long position. Buradan long position açırıq. Target nə qədər olacaq? Sol çiynə qədər. Məsələn stop lossumuz buradsa, take profitimiz də buradan bura qədər olmalıdır. Görək burada ölçü nə qədərdir? 209 dollar qalxıb. Biz indi buradan 209 dollarlıq qalxış gözləyə bilərik. Gəlin yenə xəttkeşimizi qoyaq görək 209 dollar hara düşür? 209 dollar. Aha. Bura düşür. Elə bir şeylə burada da göstərir də bunu. 204 209. Baxın burada göstərir 209 dollar. Gördüyünüz kimi baxın burada 209 dollar tepeni verib. Verəndən sonra bizim stop lossumuz haraydı? Burada. Bayaq ki F hərfi verdi. İndi C hərfidir. C hərfi gəlir bura. Buradan da şey eləyir, retest eləyir. Retest eləyəndən sonra hop yenə uçur. Gəlir 209 dollarlıq tepesini yenə görür. Çəkim sağa görün. Baxın gördünüz 209 dollarlıq tepeni yenə gəldi burada retest elədi yenə də qalxdı gördü. Bir şəkildə bıraksan ondan sonra da bura artıq sizin üçün önəmli bir nöqtədir. Çünki buradan artıq gəlib qalxıb və qalxmağa da davam eləyir. Break-evenlarınız varsa da ki saxlayın, qoyun getsin. Bu qədər sadədir. Qrafik burada qutarır. Bayaq sizə düşüşün harda olduğunu göstərmişdim. Burada left shoulder, right shoulder, sonra head, düşüşü indi buradan göstərdim. İndi əgər bu qayıtsa, düzdür bura ucu da elə şey deyil, nəyin adı fresh deyil də, amma qalxış nöqtəsi, ən güclü qalxış nöqtəsi elə buralardır. Baxın, hardan qalxıb getmişdisə, bayaq düşüşü də elə oradan göstərmişəm. Bayaq düşüş verən HNS-dir və buradan da ən güclü HNS və buradan da ən güclü qalxışı eləyib qalxıb gedib. Eyni qayda ilə burada da var. HNS. Gəlin indi hamısını silək, bir də bura da baxaq. Burada da HNS var. Deməli hardan başlayır? Burada ilə gəlir. Burada burayla gəlir. Burada sol çiyin yaradır. Sol çiyin yaradandan sonra düşür burada dəstək yaradır. Sonra gəlir burada təpə yaradır. Təpədən sonra gəlir yenə dəstək yaradır. Və buradan da sağ çiyini yaradır. Və buradan da sağ çiyini yaradır. Ondan sonra nə olur? Burada həmən HNS-in boğazı qırılır. Qırılandan sonra və siz də buradan buy girirsiniz. Daha yəni burada ölçməyə ehtiyac yoxdur. Daha görün nə qədər qalxıb. Yəni ehtiyac yoxdur ölçməyə. Sadəcə onu demək istəyirəm ki, bu paternə uyğun qrafikdə bərk qalxışları, bərk düşüşləri əvvəlcədən bəlirləyə bilərsiniz. Bu 4 saatlıqda da görə bilərsiniz, günlük şamlarda da görə bilərsiniz. Bəli dostlar, HNS və İHNS dərsimizin sonuna gəldik, çatdıq. Bilmirəm, yarım saatdan çoxdur. Yenə də deyirəm, dərsi uzatmaq istəmirəm. Çünki dərs uzandıqca siz yorulursunuz və öyrənmə qabiliyyətiniz azalır deyə. Bütün dərsləri maksimum az formada sizə yavaş-yavaş izah eləməyə çalışıram. Ancaq bu dərsləri beyinə həkk eləmək üçün sizin mənə köməyiniz odur ki, girib TradingView-da mən elədiyim kimi replay eləyib back testlər eləyəsiniz. Məsələn, girin, bazarı geri çəkin. Baxın ki, məsələn, harda var, harda yoxdur. Ən balaca time frame-dən ən böyük time frame-lərə qədər bütün qrafikdə ancaq o dediyim bu HNS və İHNS paternlərini bir-bir yoxlayın və həqiqətən də əmin olun ki, bu patern nə qədər güclü işləyir. Bu cür bilikləri sizinlə Azərbaycan dilində pulsuz şəkildə paylaşıb, bölüşüb sizi öyrədən yeganə kanal məncə Ecomsolderdir. Ona görə də kanal olaraq sizdən bu videoya çoxlu komment və like xahiş edirik ki, növbəti dərsləri çəkməyə motivasiyamız olsun. Təşəkkür edirəm. Hər birinizə uğurlar.